Rusiyada Füzuli'den olan 86 yaşında dostum var. O Moskva yaxınlığında yaşayır. Ona qarmon düzəltmişəm. O mənim həm çalgımı xoşlayır, həm də düzəltdiyim qarmonu. Buradan Cıdır düzündən ona salam göndərirəm və ona bir dənə yaxşı rəqs çalıb göndərirəm ki, o buradan yadigar olsun Şuşadan. 25-i noyabr 2025-ci ildə bu bir tarixdir. Ona göre bir film var ya, Kişi Sözü. O deyir ki, mən dedim və elədim. Bugünkü günü mən Ağdamlı Məmmədov Vaqif İslamoğlu 75 yaşında Allah mənə elə imkan verdi ki, bizim qazilərin, bizim şəhidlərin, bizim o sərkərdimizin, ordumuzun o fəaliyyəti ilə gəldik biz bugünkü günü gördük. Qızlarımızı da salamlayıram, xoşbəxt olsunlar. Qardaşlarım da mənim ən əziz Şelli kəndimdən, Şelli, Qaradağlı, Qasımlı, Qurtlar ən gözəl kətlərdir, özdə meyvəli, bərəkətli. Erməninin birinci dəfədə elə o düşmənin qabağını onlar dururdu. Eldar, Allah rəhmət eləsin. Ondan sonra Xosro, orada çox yaxşı oğlanlar vardı. İndi birinin adını çəkərəm, birini çəkmərəm. Amma halal olsun. Ölənlərə rəhmət, qalanlara can sağlayır. Şellidən də Şelli Şəmil əmi var idi. Oğlu Elbrus, İsmail, ondan sonra qızı Füqrə xala bizim qonşuydu. Allah ölənlərinə rəhmət eləsin, qalanlarına can sağlayır. Sağ olun, var olun, indi duraq gedək, indi də yolumuza davam eləyək. Sağ olun, var olun.